Salam yoldaşlar. Bugün biz M ədatı haqqında danışacağıq. Ümumiyyətlə, M ilə bağlı bəzi məqamlara da testlərdə bizi çaşdıra biləcək. Görək hansı tapşırıqlar ola bilər M ilə bağlı. Demək, M üstü 4 ədatı. M üstü 4 ədatı sual ədatıdır. Şəkilçiləşmiş, belə deyək də, ədatdır və neyinir? Təbii ki, şəkilçiləşmiş ədatdırsa sözə bitişik yazılır. Düzdürmü? Normalda. Məsələn, deyirəm ki, rəvadırmı? Rəvadırmı? Bunu mənə edəsən. Bunu mənə edəsən. Neyinirsiniz? Baxırsınız, M şəkilçiləşmiş ədatdır. Özündən əvvəlki nədir? Şəkilçidir də, rəvadır, şəkilçidir. Düzdürmü? Yəni, sözə bitişik yazılırsa, yəni özündən əvvəlki şəkilçidirsə, bu da neyinir? Adətən şəkilçiləşmişdir də, ona bitişik yazılmalıdır. Yəni, ayrı yazılmır. Hə, nə zaman yazılır? Ayrı. Yəni, normalda bitişik yazılır da, şəkilçiləşmiş ədat. Ayrı yazıla bilər. İndi kitabda verilən məlumat təbii ki, hamı bilir bunu. Ona aid mən nümunə yazım. Deyir ki, dadə bağlayıcısından sonra gələndə nədir? M ədatı ayrı yazılır. Məsələn, səndəmi? Bu tipli nümunələrdə səndəmi, nə bilim, məni, səndəmi məni incidəcəksən? İncidəcəksən. Məsələn, baxıram, midən əvvəlki nədir? Sən də. Bağlayıcıdır da. Yəni, bu sözə bitişik yazılmayıb ki? Yox. Demək, bu da yazılmayacaq da. Amma bu bitişik yazılsaydı, bu da indi o səndə olmur da. Yəni, orada bitişik yazılmır. Səndə. Aydındır mı? Yəni, şəkilçiləşmiş deyil. Bu bağlayıcıdır. Yəni, bunu nəyə görə deyirəm? Yəni, normalda baxırsan, M-dan əvvəlkən şəkilçidirsə, M da bitişik yazılmalıdır. Şəkilçi deyilsə, M niyə bitişik yazılmalıdır? Və yaxud bunun dadə versiyasını verirlər. Mən başqa bir nümunədə deyim, məsələn, sizə. Gəlin ona aid nümunəyə baxaq. Məsələn, belə bir nümunə yazıram. Dadə ilə hamı bilir də, məşhur. Məsələn, belə bir nümunə yazıram. Fərqli qələmlə bunu yazaq. Deyiləm. Yazıram ki, onunla mı gedəcəksən? Onunla mı gedəcəksən? Və yaxud yazıram, onun ilə mi gedəcəksən? Düzdürmü? Onun ilə mi gedəcəksən? Baxıram, buradakı M ədatı bitişik yazılır. Yəni, eyni ifadədə onunla mı gedəcəksən, onun ilə mi gedəcəksən? Niyə burada ayrı yazıldı? Niyə burada bitişik yazıldı? Yenə dediyim məsələdir də, özündən əvvəlki nədir? Onun ilə. Qoşmadır da, şəkilçiləşmiş formadadır. Demək, bu şəkilçiləşmiş formadadırsa özündən əvvəlki, bu da neyəcək? Bitişik yazılacaq. Amma şəkilçiləşmiş formada deyil də, onun ilə. Şəkilçiləşmiş formada demək nədir? Ayrı yazıla bilər. Yəni, təkcə dadə məsələsi deyil də, yəni, dadə deyib durmayaq. Daha sonra M ilə bağlı biz sual ədatıdır. Təbii ki, onu indi hər kəs bilir. Məsələn, o mənim dediklərimi bilirmi? Düzdürmü? Daha sonra M ilə bağlı biz danışaq tabeli mürəkkəb cümlədə rast gəlmişik də, düzdürmü? M üstü 4 ədatı, M üstü 4 ədatı. Tabeli mürəkkəb cümlədə görək nə işə yarayır? Tabelsiz kimi olmasında tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlədə. M ədatı tabeli mürəkkəb cümlədə adətən budaq cümlədə olur. Adətən. Yəni, M olan tərəf 99% deyək, budaq cümlə
da olmuş olacaq. Amma təbii ki, həmişə deyə bilmərik. Nümunələr yazıram. Məsələn, deyirəm ki, evə, niyə belə yazılır bunlar? Məsələn, deyirəm ki, evə, tövbə, evə çatdın mı, nə bilim, evə çatdın. Evə çatdın mı, xəbər elə. Bir də yazıram ki, məsələn, bu rəvadırmı? Bunu rəvadırmı yazaq? Bunu rəvadırmı? Rəvadırmı mənə edəsən? Düzdürmü? Aha. Bunu rəvadırmı mənə edəsən? Bir də evə çatdınmı xəbər elə. Biz dedik ki, mı ədatı adətən olur budaq cümlədə. Müştü 4. Adətən olur budaq cümlədə. Amma həmişə yox. Dedik ki, yazaq ki, belə də 99%. Amma mı ədatı o 1% də olsa bu 1%. Nədir? Baş cümlədə ola bilər. Baş cümlədə ola bilər. İndi bunu biz necə müəyyənləşdirək? Onu izah edeyim. Ən rahat formalardan biri budur ki, m-nı harda anda ilə əvəz edə bilirsənsə, demə m budaq cümlədədir. Mən də baxıram, evə çatdım mı xəbər elə, evə çatanda anda əndə ilə burada əvəz edə bildim. Düzdürmü? Anda əndə ilə. Evə çatdım mı xəbər elə, evə çatanda nədir? Xəbər elə. Demə m burada budaq cümlədir. Yəni birinci gələn budaq cümlədir. Yəni bu cümlədə ümumilikdə budaq cümlədir. Bu cümlədə ümumilikdə baş cümlədir. Baxırıq ikinciyə. Bunu rəvadırmı mənə edəsən? Burada görürəm, bunu rəvadır anda nə olmur da, olmur. Olmursa, demək buradakı mı, bu da baş cümlədədir. Düzdürmü? Yəni təkcə bu yoxdur, yəni cümlənin özü, yəni belə deyək də, belə. Budur. Bu cümlə sizin baş cümlənizdir. Bu cümlədə indi yəni təkcə bu yumruya fikir verməyin də. Yəni bütövlükdədir, bu bütövlükdə. Aha. Bunu rəvadırmı mənə edəsən? Burada baş cümlədir. Yəni yəqin ki, bunu hamınız bilir. Digər tənbəl versiyasında mən sizə deyim. Baxırsınız cümlənin sonluğuna. Baxıram, burada nöqtədir. Burada nədir? Sual işarəsi. Yəni bu m-nın funksiyası nədir? M sual ədatı deyil. Tabeli mürəkkəb cümlədə belə deyək, o sual intonasiyasını itirir. Evə çatdın mı xəbər elə. Yəni sual intonasiyalıq funksiyasını itirmiş olur. Amma baş cümlədə işlənəndə sual intonasiyası funksiyasında qalır. Bunu rəvadırmı mənə edəsən? Düzdürmü? Görürsən cümlənin sonunda sual işarəsi var. Sual işarəsi varsa demək oradakı mı baş cümlədir. Bu bunun tənbəl belə deyək də versiyası. Daha sonra bununla bağlı çox şeylər bizdən soruşula bilər. Çox şeylər. Yəni nələr? Ona baxaq. Məsələn, deyək ki, bu cümlələri ayrı, bu yəqin ki, aydın oldu. Ayrı-ayrı bir də yazın, baxaq. Məsələn, deyək ki, həmin cümlələri yazacağım. Evə çatdın mı? Xəbər elə. Bir də nə yazmışdım? Rəvadırmı? Rəvadırmı? Bunu mənə edəsən. Bunu mənə edəsən. Düzdürmü? Cümlənin sonunda sual işarəsi. Yəni bu tənbəl versiyası dediyim sual işarəsi varsa birinci tərəf baş cümlədir.
ikinci tərəf budaq cümlədir. And-əndə ilə əvəz eləyəndə, bu tərəf olur budaq, bu tərəf olur baş cümlə. Aha, bunu da bildik. İndi bununla bağlı bizdən başqa daha nələr soruşa bilər? Məsələn, tabeli mürəkkəb cümlədir də, düzdürmü? Hər ikisi. Bəs indi gəlin görək, bu hansında bağlayıcı vasitə rolunu oynayır? Yadda saxlayın. Bağlayıcı vasitə rolunda birinci nümunədədir. Yəni A nümunəsi, belə deyək, bu A nümunəsi, bu da ki B nümunəsi. A nümunəsində M ədatı budaq cümləni baş cümləyə bağlayan bir vasitə kimi çıxış eləyib. Amma sən gəlib deyə bilməzsən ki, burada M ədatı rəvadırmı bunu mənə edirsən? Bu cümlədə M ədatı budaq cümləni baş cümləyə bağlayan bir vasitə kimi çıxış eləyir. Bunu demək olmaz. Olmaz. Düzdürmü? Niyə? Çünki burada öz funksiyasındadır. Baxın burada cümlənin sonuna baxın. Sual intonasiyası funksiyasını daşımış olur. Bəs yaxşı müəllim, bu da tabeli. Burada dedi, budaq cümləni bizdən soruşsa baş cümləyə bağlayan vasitə nədir? Mən deyəcəm M ədatı. Bəs müəllim, mən burada məndən, bu da mürəkkəb tabelidir də. Düzdür? Bəs burada məndən soruşsa mən nə deyəcəm? O zaman deyəcəksiniz ki, yalnız intonasiyadır. Yəni, kini də deyə bilərsiniz. Yəni, mən sizə dediyim bayaq, kini də deyə bilərsiniz. Yəni, kini artıra bilirsinizsə, kini. Ki olur, yəni, kini əlavə elədinizsə, demə, M nədir? Başlayın, rəvadırmı ki? Yəni, hökmən deyili, M-ni çıxarırsa, belə də qoya bilir. Rəvadırmı ki? Gördün, kini əlavə eləyə bildim. Ki ilə də bağlananda nə olurdu? İntonasiya ilə bağlanır. Kini əlavə eləyirdimsə, baş cümlədir. Həqiqətən, demək, buradakı birinci tərəf baş cümlədir. Yəni, qısası, andanı qoydunuz, M ilə əvəz elədiniz. Evə çatdınmı? Evə çatanda xəbər elə, budaq cümlə, baş cümlə. Rəvadırmı? Bunu mən edəsən, kini əlavə edə bilirəm. Tabelli bağlayıcısıdır, aydınlaşdırma. O da olur baş cümlə, rəvadırmı ki, bunu mən edəsən. Hə, indi sən deyə bilərsən ki, mən nə elədim? Kini əlavə elədim də, bura başqa bir şey eləmədim. Nə ilə bağlanır? Yəni, budaq cümlə, baş cümlə nə ilə bağlanır? Deyirsən ki, yalnız intonasiya. Yalnız intonasiya ilə bağlanmış olub. Belə, başqa. Hə, burada da hər ikisində M ədatdır. Ha, buna da mən bunu belə deyək də ayırmıram. Bunda da M ədatdır, bunda da M ədatdır. Yəni, bunda bir problem yoxdur. Problem mürəkkəb cümlədə hansında bağlayıcı vasitə rolunda çıxış eləyir. Və dedik ki, birdə, yəni A nümunəsində M ədatı nədir? Bağlanma funksiyası yerinə bağlayıcı vasitə kimi də qısası çıxış eləyir. Bu ki ilə bağlı, məsələn, ki, belə deyək də, adətən bu ki də olur harda? Bir dəqiqə. Ki də adətən olur, yəni, belə yazaq, sxemlərimizi çəkək. Ki-də də bu var, yəni ki adətən, yəni 99% olur harda? Baş cümlədə. 1% də, belə deyək də, ki ola bilər harda? 1% budaq cümlədə də çıxış eləyə bilər. Düzdürmü? Məsələn, nümunələr üzərindən buna baxaq. Deyirəm ki, elə deyirəm ki. Necə bu nümunədir? Deyirəm ki, bunu bilirsiniz. Bilirsiniz. Bir də yazıram ki, məsələn, kursa, bir dəqiqə, kursa çatmışdım ki, nə bilim, dostum mənə zəng getdi.
Düzdürmü? Hər ikisinə baxıram. Deyirəm ki, bunu mənə, deyirəm ki, bunu bilirsiniz. Bir də kursa çatmışdım ki, hər ikisində ki var. Hər ikisində ki nədir? Bağlayıcıdır. Yəni, burada da bağlayıcıdır, burada da bağlayıcıdır. Bəs hansında ki baş cümlədədir, hansında ki budaq cümlədədir? Onun da ən rahat forması budur. Deyirəm ki, bunu bilirsiniz. Deyirəm ki, düzdürmü? Burada təbii ki, sual hardansa deyirəm ki, sən nə deyirsən, bunu bildiyinizi deyirəm. Yəni, sual çıxan tərəfsə, demək, baş cümlədədir. Və digərinə baxsaq, kursa çatmışdım ki, ən rahat forması, yəni ki-ni yenə də anda, əndə ilə əvəz eləyəndə demək ki, harada işlənib? Budaq cümlədə. Kursa çatmışdım ki, dostum mənə zəng etdi. Yəni, kursa neyniyəndə dostum mənə zəng eləyib? Çatanda. Düzdürmü? Demək ki, olan tərəf nədir? Budaq cümlə. Digəri, yəni dostum mənə zəng etdi. Bu da olacaq mənim baş cümləm. Amma birincidə təbii ki olub harada? Yəni, o da adətən, yəni, ki o zaman budaq cümlədə olur ki, zaman budaq cümləsində. Kursa çatmışdım. Və bu tipli cümlələrdə bəzən yenicə, təzəcə, indi yazmıram, indicə tipli sözləri əlavə eləmək olur. Və yaxud əlavə, bir də görsən özləri verir. Məsələn, yenicə kursa çatmışdım ki, dostum, nə bilim, mənə zəng etdi. İndicə kursa çatmışdım ki, nə bilim, düzdürmü? Yəni, hər hansısa birini qoya bilərsiniz. Özləri də verir. Bəzən bir də görürsünüz ki, yəni özləri verir. Məsələn, təzəcə kursa çatmışdım ki, dostum mən. İndi verməmişəm mən. Əlavə eləyə bilərsiniz də. Yəni, kursa təzəcə çatmışdım ki. Fərqi yox. Ən rahatı, yəni budur da. Yəni, anda əndəni qoy. Hansında yerinə qoya bilirsənsə, əvəz eləyə bilirsənsə, kursa çatmışdım ki, kursa çatanda, dost, demək, bu dakı ki, budaq cümlədə. Yəni, birinci tərəf mənim budaq cümləm, ikinci tərəfim baş cümləm. Amma burada deyiranda, görürsünüz, əvəz eləmək olmur. Demək, buradakı baş cümlədə işlənmiş olur. Belə yoldaşlar, bu qədər. Növbəti izahlarda görüşənə qədər sağ olun.